İllərlə Sovet imperiyasının müstəmləkəsi ola-ola itirdiklərimizin sırasında bir böyük itkimiz var. İmperiya boyunduruğunda sərhədlərimizi, halal torpaqlarımızı itirmişik və təəssüf ki, bu günlər də itirməkdəyik. Amma yağı düşmənlər bizi nələrdən məhrum eləsələr də döyüşkənliyimizdən, soyumuzdan, kökümüzdən ayıra bilməyiblər. Soy kökümüzdən rişələnən qeyrət damarımızı qıra bilməyiblər. Və bu ağır günlərdə də təcavüzkarın qarşısında qeyrət qalası quran igidlərimizə, döyüşən vətən oğullarına ümidliyik. Bir ümid də bu oğulların qismətindədir. Vətənin köksündə çalın çarpaz yara olan cənub sərhədlərimizi qoruyan cəsurların, Lənkəran sərhəd qoşunlarının tərkibində xidmət edən bu əskərlərin. Biz Azərbaycanın dövlət sərhəddindəyik, Astara sərhəd məntəqəsində. Bu tikanlı məftillər çox ürəklərdən keçsə də qeyd etdiyimiz kimi bura dövlət sərhəddidir. Və indi biz Lənkəran sərhəd dəstəsinin komandiri Polkovnik Rasim Cəmil Məmmədovla həmsöhbədik. Cənab Polkovnik, bu sərhəddə dediyimiz kimi yəqin o hissələri siz də keçirirsiniz. Bu sərhədlər iki qardaşın arasından keçsə də Azərbaycan müstəqil dövlətdir. Onun sərhədləri də qorunmalıdır. Ciddi rejim olmalıdır burada. Bəli, əvvəla bizim doğma sərhədimizə çox xoş gəliriz. Tikanlı məftillər həqiqətən uzun illər insanları bir-birindən ayırsa da, hal-hazırda bu tikanlı məftillərin mənə elə gəlir ki, tikanı o qədər də əsas deyil. Yəni ki, dövlət arasında burada İran, İslam Respublikası, bu tərəfdə müstəqil Azərbaycan dövləti sərhəddi bircə qoruyurlar və dostluq, əmin-amanlıq var. Həm İran tərəfi, həm də Azərbaycan tərəfi müqaviləyə uyğun hərəkət edir və dostluq münasibətlərini saxlayırlar. Bugün sərhəddə vəziyyət necədir və dünənin görmüşsünüz bu sərhədin bugünü dünənindən necə fərqlənir? Açığın deyim ki, bugünü, hətta yanvar ayının 29-undan ki, təhvil almışıq bu sərhədimizi, doğma sərhədimizi kurs dəstəsindən bir ayın ərzində mənə elə gəlir ki, mən özüm gəncləşirəm, çünki sərhədimizi özümüz qoruyuruq, yaxşıdır vəziyyət. Yəni ki, sərhəd pozğunçuluğu az olur, bəzən olur, yəni elə yerlərdə ki, dağ zonasında hələ bizim tərbiyəvi işlərimiz az olduğuna görə, yerli əhali ilə əlaqəmiz az olduğuna görə bəzən sərhəd pozunçuluğu olur. Amma açığın deyim ki, bu saat Astara, Lənkəran, lirik məntəqələrin, icra hakimiyyətlərinin başçıları, onun işçiləri bütün qüvvələrini səfərbərlik ediblər ki, doğma sərhədimiz göz bəbəyimiz kimi qorunsun. Bugünü keçmişindən gələcəyi mənə elə gəlir ki, bugünündən çox gözəl olmalıdır sərhədimiz. Yaxşı, biz sərhəd pozuntularından danışdınız. Bugün əskərlərin əhval-ruhiyyəsi necədir? Yəni burada köhnə tərkibdə qulluq eləyən əskərlər də var və yeni gələn uşaqlar da var. Onların işi, xidməti nə yerdədir? Rus qoşununda olan zabit və gizirlər, Azərbaycanlılar var. Onlar o keçmişi də görüblər, indiki hal-hazırdakı vaxtı da görürlər və mənə elə gəlir ki, bununla əlaqədar olaraq köməkli göstərirlər, öz keçmiş təcrübələrin bu gənc nəslə öyrədirlər. Əskərlərimiz hamısı Azərbaycan vətəndaşlarıdır. Demək olar ki, heç bir digər vətəndaş yoxdur. Ruslar, Gürcü, Azərbaycanlı var. Onlar da ancaq Azərbaycan vətəndaşlarıdırlar. Sərhədlər öz əlimizdədir, biraz da sərbəstliyiz artıq təbii ki. Bu sərbəstlikdən necə istifadə edirsiniz? Tutaq ki, bax, bugün sizin dolanacağınız o ərzaq məsələlərin, əskərlərin istirahətinin falan, bu məsələlərin həllini necə tapırsınız? Çox lap incə, həm də ən gözəl bir məsələyə toxundunuz. Sərhəd qoşunları özlərini dolandırmaq üçün mən elə gəlir ki, bir 50% imkanları var. Yəni sərhəddə elə zolaqlar var ki, elə yerlər, torpaqlar var ki, onlardan həm sərhəd